Elmdir. Elm sahəsidir. Bəli, dilçiliyin bir bölməsidir. Danışıq səslərinin tərifini bayaq demədik. Nəyə deyilir danışıq səsləri? Danışıq səsləri... Danışıq üzvləri. Yo. Danışıq üzvləri vasitəsilə. Aha. Tərəfi sona... Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Yaxşı? Danışarkən tələffüz etdiyimiz səslər. Danışıq səsləri dedik ki, yerə bölünür. Saitlər və samitlər. Başqa cür saitlər maneəsiz səslər, samitlər isə maniyəli səslər hesab olunur. Biz dedik, ağız boşluğundakı maniyələr nədir ki, samit səslər onları dəf eləyərək ortaya çıxır. Məsələn, P deyəndə dodaqlarımız partlayaraq çıxır. R deyəndə dil içəridə baraban kimi fırlanır, düzdürmü? Z deyəndə dil girir dişlərin arasına, bu maniyələrdir ağız boşluğunda. Samit səslər bunları dəf eləyir, yarır, çıxır. Amma sait səslər isə ümumiyyətlə bu maniyələrlə rastlaşmırlar. Məsələn, A ağzımızı görürsünüz, sərbəst açırıq və səsləndiririk. E, Ə, İ, Ö. Burada heç bir, belə deyək, hava axını maniyəyə rast gəlmir ağız boşluğunda. Daha sonra uşaqlar, sait səslərin samitlərdən fərqi, başqa bir fərqi var. Sait səslər heyecanın əmələ gəlməsində iştirak edirlər. Daha doğrusu heyecan yaradan səslərdir sait səslər. Və samit səslər ümumiyyətlə desəm heç rol oynamır heyecanın yaranmasında və yaxud mövcudluğunda, düzmü deyərəm? Heç mi rol oynamır? Heç rol oynamır. Yox, oynayırlar. Niyə? Müəyyən mənada, bəli, samit səslər də, belə deyirik onu, sait səslər heyecanı əmələ gətirir. Samit səslər isə onu formalaşdırır, müəyyən bir formaya qəlbə salır. Yaxşı? Sonra sait səslərə biz musiqili səslər deyirik, samit səslərdə isə belə deyək də, avaz, musiqi olmur. Bəzən, məsələn, cingitli samitlərdə, hardasa L, M, N, R samitlərində olur ki, biz o avaza rast gəlirik, amma çox cüzi, bu saitlərdəki qədər fəal bir, belə deyək, proses deyil. Bəs yaxşı, sait səslər və samit səslər nəyin köməyi ilə yaranır? Nəyin köməyi ilə yaranır? Zəhrə, sən də deyə bilərsən. Saitlər və samitlər nəyin vasitəsilə əmələ gəlir? Danışıq üzvləri. Danışıq üzvlərinin vasitəsilə əmələ gəlirlər. Danışıq üzvləri iki yerə bölünür. Hansılardır? Fəal və qeyri-fəal. Fəal danışıq üzvləri odur ki, uşaqlar, bunlar danışıq səslərinin əmələ gəlməsində çox fəal, aktiv iştirak edirlər. Bunlar dildir, dodaq səs telləridir. Bəs bu üçündən də ən fəalı hansıdır desəm, onda deyəcəksiniz ki, dildir. Məsələn, diş niyə fəal deyil? Tutaq ki, uşaqlar, biz bilirik ki, nənələrimiz, babalarımız müəyyən bir yaşa çatandan sonra dişləri tökülür. Düzdürmü? Onlar bəs danışa bilmirlərmi? Xeyr, danışırlar. Amma bizim səsləndirdiyimiz kimi danışıq səslərini onlar düzgün formaya salıb, qəlbə salıb səsləndirə bilmirlər. Amma fikirlərini ifadə edə bilirlər. Deməli, diş o qədər vacib deyil, amma dilin gözəl olması üçün lazımdır, belə deyək. Yaxşımı? Amma dil olmasa, ümumiyyətlə biz danışa bilmərik, ümumiyyətlə biz bir-birimizi fikrimizi ifadə edə bilmərik. Və yaxud da səs telləri, siz görmüsünüz də, adi bir xəstələnirik, səs tellərimiz zədələnir, o saat səsimiz batır, xırıltılı çıxmağa başlayır. Yəni, bu adi bir soyuq dəymədən belə ola bilən bir şeydirsə, siz təsəvvür edin, səs tellərimizdə ciddi bir fəsad var. Nə baş verər? Biz danışa bilmərik, bir-birimizə fikrimizi izah edə bilmərik. Eləyərik, dillə yox da, məsələn, yazılı şəkildə eləyə bilərik, müəyyən bir jestlərlə, mimikalarla eləyə bilərik, amma dillə heç cürə fikrimizi çatdıra bilmərik. Daha sonra uşaqlar, keçdik sait səslərin bölgüsünü. Sait səslər, biz bilirik ki, rahat mövzulardır da bunlar. Üç cür qruplaşır. Deməli, dilin arxa və ön hissəsində deyilməsinə görə saitlər iki yerə bölünür. Qapalı və qalın və incə saitlər. Qapalı nə edirsə? Qalın dedi. Qalın və incə saitlər. Qalın saitlərin digər adı necədir? Bax, onlar dilin kökündə, bəli, dilin qalın saitlər, dilin arxa hissəsində, kökündə səsləndiyinə görə onlar dil arxası saitlər adlanır başqa cür. İncə saitlər isə dilin ön hissəsinə gəldiyinə görə dil önü və ya incə sait. Baxın, E, Ə, İ,
Ö. Görürsünüz, öndə gəl. Amma a, ı, o, sanki bax bu hissədə dilin kökündədir. Bəli, ona görə onlar qalın saitlər hesab olunurlar. Ümumiyyətlə, bir də e səsi əslinə qalanda dil ortası sait hesab olunur. İndi bu nədir bizim dim toplularda, ümumiyyətlə dərsliklərimizdə bizə lazım olan vəsaitlərdə, abituriyentlərə. Orada biz onu elə dil önü sait kimi veririk. Yəni dil ortası deyə bölgü yoxdur, ayrılmır artıq. Daha sonra dilin belə deyək də üst çənəyə doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə saitlər neçə yerə bölünür? Hansılardır? Qapalı və açıq. Qapalının digər adı necə oldu, Nigar? Dar saitlər. Açıqlarınki isə gen saitlər. Bəli, gen və dar saitlər. Qapalı saitlərimiz 4 dənədir. U, ü. Bəli, bilməyənlər bilsin Zəhra. I, u, ü. Açıq saitlər isə A, E, Ə, O, Ö. Bəli. Bir də var uşaqlar, dodaqların vəziyyətinə görə saitlərin bölgüsü ki, bunlar dodaqlanan və dodaqlanmayan olmaqla 2 yerə bölünür. Dodaqlanan saitləri tələffüz edərkən Yusif, dodaqlar önə doğru çıxır və dairəvi şəkil alır. Amma dodaqlanmayan saitlərdə isə ağız boşluğumuz genəlir, yanlara doğru dartılır dodaqlarımız. O, u, ö, ü dodaqlanan saitlərdir. A, I, E, Ə, İ isə dodaqlanmayan saitlərdir. Bu da belə. Keçdik sonra uşaqlar. Deməli, sizin o əzbərləməli olduğunuz məsələlərdən biri. Burada səhifə 7-dədir. Mən sizə onu səhifəsinin şəklini atacağım, baxacaqsınız, şairlər qoyacağım. Deməli, uşaqlar, milli sözlərimizdə Ö, E, bir də O saitləri şəkilçilərin tərkibində iştirak eləmir. Nə deməkdir? Və dilimizdə 4 cür yazılan şəkilçilər var, bir də 2 cür yazılan. Bir cür də yazılan var, indi o heç. Əsas onlar alınma şəkilçilərdir də, milli şəkilçilərimizdən gedirsə söhbət 2 və 4 cür yazılanların tərkibində. 2 cür yazılanlarda A, Ə saitlər iştirak edir. Baxın, məsələn, biz bura yazaq. Bir dənə 2 cür yazılan şəkilçi deyim mənə. 2 cür yazılan şəkilçi deyim. Yəni, lar, lər yaxşı. Mən şəkilçi deyirəm, sən söz deyirsən, arayacaq. Sığında deyirsən. Lar, lər. Baxın, 2 cür yazılan şəkilçilərin hamısının tərkibində A və Ə saitləri iştirak edəcək. Amma desəm ki, lıq üstü 4, yəni yox, lıq, lig, lug, lüg deyil o. Lıq, lig, lug, lük. Bax, bu şəkilçinin açılışı budur. Lıq, lik, lug, lük. Yadınızda qalsın. Bunların tərkibində isə I, I, U, Ü. Yəni, qapalı saitlər iştirak edir. Düzdürmü? Cəmi də 9 dənə saitimiz var da. İkisi burada, 4'ü burada. Neyələr? 6. Geriyə qaldı 3 dənə. O 3 dənə hansılardır? E'dir, Ö'dür, bir də O'dur. Və bunlar deyir ki, milli şəkilçilər, milli sözlərimizdə şəkilçinin tərkibində iştirak eləmirlər. Amma istisna sözlər var. Hansılarda əzbərləyir? Güney, oflov, bir də uzun sov. Bu 3 dənə sözün tərkibində, məsələn, birini izah eləyək. Tutaq ki, güney sözündə gün sözünün köküdür. Həmin o bir cür yazılan şəkilçilərdən biridir ki, belə deyək də, milli sözdür bu söz. Bu sözümüzün tərkibində şəkilçinin tərkibində saiti iştirak elədir. Aydın oldu? Bu da belə, bunu əzbərləyirsiniz. Sonra dilimizdə uşaqlar I saiti ilə və G samiti ilə başlayan sözlər əsla və əsla yoxdur. Bunu da beynimizə yazırıq. Getdik. Uzun tələffüz olunan sait səslərə. Uzun tələffüz olunan sait səslər. Desəm ki, bütün saitlər uzun tələffüz olunur. Doğru deyərəm? Yox. Yox. Hansılar uzun tələffüz olunur? Bayaq dedim. Bəli, I və Ü saitləri uzun tələffüz olunmur. Hansı sözüydü? Üfüqi sözündəki Ü'dən başqa. O uzun tələffüz olunur, istisna haldır bu. İstisnanın isə ümumiyyətlə Azərbaycan dili istisnalarla zəngin bir dildir uşaqlar. Amma bu istisnanın əsas qaydaya, ana qaydaya aidiyyatı yoxdur. Qayda nədirsə biz ondan gedəcəyik. İstisnaları biz testlərdə qarşımıza çıxıb bizi çaşdırmaq üçün verirlər. Onun üçün öyrənirik ki, o testləri işləyə bilər. Amma əsas ana qayda bu nədirsə onunla gedirik də, belə deyək, yadınızda qalsın. Sözün
istənilən yerində uzanmaya rast gələ bilərik. Sözün əvvəlində də, ortasında da, sonunda. Əslində belə qulağa asan gəlir uzanma. Amma şagirdlərin daha çox səhv elədiyi testlərdə bu uzanmadır. İndi görəcəksiniz də özünüz də. Uzanmaya biraz dırnaqarası yanaşmayın, xahiş edirəm. Hansı sahib uzun tələffüz olunur, necə edirsiniz? Sözü dönə-dönə, təkrar tələffüz edin. Doğru tələffüz qal. Ya bilmirsinizsə, arxaik lüğəti. İndi telefonlarda məsələn, maşallah, hər şey var da bilirsiniz internetdə. Açırsınız arxaik lüğətinə, baxırsınız qəşəng-qəşəng. Görün, hansı sözdə, hansı sahib uzun tələffüz olunur. Nə yadınıza qalsın, ı ilə ü sahiblər uzanmır və salam. Sonra, məsələn, bax, sima sözündə hansı sahib uzanacaq? İ uzanacaq. Sonra, elan sözündə? Başqa nə deyək? Etina. Uzandı. Yaxşı. Ailə. Ailə demirəm ki, bax. Ailə. A uzandı, düzdür. Yaxşı. Bəzən elə sözlər var ki, tərkibində bir yox, iki uzanma olur uşaqlar. Bu sözləri də zəhmət olmasa buradan əzbərləyərsiniz. Daha çox tərkibində anə, yanə, namə hissəcikləri olan sözlərdir. Sabiranə, dahiyanə, malikanə, arifanə, şairanə, acizanə, təvəzzükaranə və s. Tabeli, tabesiz kimi orada sözlər var. Bunların hamısını qəşəng-qəşəng əzbərləyirik. Yaxşı, soruşacaq bunları əzbər. Buna da işarə qoyaq. Eyb yox. Eyb yox. Siz niyə görə? Çünki biz testdə bayaq biraz artıq vaxt verdik ona görə. Sonra uşaqlar, Koroğlu nərəsi və balıq növü nərə. Hansında uzanma var, hansında yoxdur? Koroğlu nərəsində var, balıq nərə balıqda yoxdur. Yadınızda qalsın, bunu da əzbərləyirik. Bir dənə də qayda keçək. Bu əzbərləməli şeylərin hamısını burada var. Deməli, burada nəyi veriblər? Sait səslər, uşaqlar. Ümumiyyətlə, uzanırsa, uşaqlar bunu qarışdırırlar. Uzanma varsa, elə bilirlər ki, vurğu da həmin saitin üzərinə düşür. Xeyr, belə deyil. Uzanma ilə vurğu tamam fərqli anlayışlardır. Bir sözdə bir sait uzanır. Məsələn, elan sözündə uzanırsa, bu demək deyil ki, vurğu da onun üzərinə düşür. Düzdür, vurğu düşmür buraxılışa, biz bilirik ki. Amma yenə də mən bunu deyim, sizə yadınızda qalsın. Hansı sözdə uzanma varsa, deməyin ki, vurğu da ora düşür. Vurğu fərqli yerə də düşə bilər. Buna əsaslanmır. Amma dilimizdə istisna sözlər var ki, bəzən, yəni, sonra, daima vaxtı ilə. 7 dənə bu söz hansı sait uzanırsa, vurğu da onun üzərinə düşür. Məsələn, bəzən sözündə uzanır, vurğu da elə onun üzərinə düşür. Bəzi sözündə uzanır, ənin üzərinə. Yəni, elə ənin də üzərinə düşür. Yəni, istisna bu sözlərdir ki, uzanma ilə vurğu üst-üstə düşür. Yerdə qalan heç bir uzanması olan sözdə deyə bilmərik ki, vurğu da həmin hecanın üzərinə. Vurğu fərqli yerə düşə bilər, digər sözlərdir. Bu da bir mənalı şəkildə qalsın yadınızda. Sonra dilimizdə ön şəkilçilər var, uşaqlar. Bunlar biz bilirik ki, ərəb-fars mənşəli şəkilçilərdir. Na, bi, ba, la, anti, a, bir də co var, co mərd sözündə. Amma bunların içərisində də yenə milli olanları var. Nakişi, nadinc, natəmiz. Bu 3 dənə sözdə də ön şəkilçi var, amma bunlar milli sözlərimizdir. Bunu da unutmayaq. Sonra eyni cins, ümumiyyətlə, qoşa saitli sözlər. Bu haqda da danışan yekunlaşdırırıq. Növbəti gələn dərsimizdə davam edəcək. Qoşa saitli sözlər 2 yerə bölünürlər. Eyni cinsli qoşa saitli sözlər var və müxtəlif cinsli qoşa saitli sözlər. Nə deməkdir bu eyni cinsli və müxtəlif cinsli qoşa saitli sözlər? Baxaq. Eyni cins odur ki, uşaqlar, orada eyni sait qoşalığı mövcud olsun. Məsələn, baxın, maaş sözündə 2 dənə A saiti yanaşı gəlibdir. Bu cins deyəndə bilirsiniz nəyi nəzərdə tutur? Biz bayaq saitlərin bölgüsünü apardıq. Açıq, qapalı, qalın, incə dodaqlanan, dodaqlanan. Bu cinsləri ona görə müəyyənləşdirir. Bu A da qalındır, açıqdır, dodaqlanmayandır. Bu A da qalındır, açıqdır, dodaqlanmayandır. Görürsünüz, o bölgünün üçü də üst-üstə düşdü. Ona görə buna deyirik eyni cinsli. Cinsli. Amma məsələn desək ki,
Təbiət. Təbiət sözünə i var, bir də ə var. İ də incədir, ə də incədir. Aha, incə qalında üst-üstə düşdü. Hə? İ də dodaqlanmayanda, ə də dodaqlanmayanda. Burada da üst-üstə düşdü. Amma açıq qapalıda i qapalıdır, ə açıqdır. Deməli, orada uyğunluq pozuldu deyə artıq bunun cinsi fərqli oldu. Ona görə buna deyilir müxtəlif cinsli. Müxtəlif cinsli qoşa sahibli sözlər. Aydın oldu? Bəli. Burada da qoşa sahib var, burada da. Siz uşaqlar bəzən elə bilir ki, ancaq qoşa sahib deyəndə eyni sahibin yanaşı gəlməsidir. Xeyr, müxtəlif cinsli qoşa sahibli sözlər də var ki, bunu da bu cür müəyyənləşdirilir. Və bunların tələffüzündə nə baş verir? Eyni cinslilərdə bir dənə qayda var. Saitin biri düşür, digəri uzanır. Fərqi yoxdur. İstəyirsən birincini sal, istəyirsən ikincini. Eyni saitdə nə fərqi var ki? Bunun tələffüzü olacaq bu cür. Maş, A-nın biri uzanacaq. Amma müxtəlif cinslilərdə müxtəlif qaydalar var uşaqlar. Təzə qaydalara görə əslində belə deyək də biraz asanlaşıbdır bizim müxtəlif cinsli qoşa sahibli sözlərin tələffüzü qaydası. Birinci gəlin bunu bilək. Tərkibində A-i, Ə-i, İ-A-i, Ə, bir də İ-O hərf birləşməsi. Bu hərf birləşmələrinə səsi təzdən qoyarsınız, siz də baxarsınız video. Bir də qulaq asarsınız, yazarsınız. Yəni, kitabda da var onsuz da. Tərkibində bax, o hərf birləşmələri olan sözlərdə tələffüz zamanı arasına y artırılır. Bəli, radio yazılır, radio tələffüz olunur, düzdürmü? Ailə yazılır, ailə, ailə. Zəif yazılır, zəif tələffüz olunur və s. Amma tərkibində, belə deyək də, digər qoşa sahibli sözlər var ki, qoşa sahibli hərf birləşmələri var ki, məsələn, E-adır, E-ədir, Ə-adır, Ü-ədir, məsələn, müəllim sözüdür, səadət sözüdür. Bunların artıq tələffüzündə də heç bir dəyişiklik baş vermir. Əvvəl belə qayda var idi ki, biz orada birinci saiti düşürürdük. Məsələn, səadət sözündə ə-ni salıb a-nı uzadırdıq. Müəllim sözündə ü-nü salıb ə-ni uzadırdıq. Müasir sözündə ü-nü salıb a-nı uzadırdıq. Artıq bunlar hamısı yığışdırılıb. Olduğu kimi qalır bu saitlərin tələffüzü. Aydındır? Və bu sözlərin tərkibində uzanma da yoxdur. Yadınızda qalsın, müxtəlif cinsli. Hansı sözlərdə olar? Zəhra, bir dənə yadındadırsa deyə görə bəraət, qiraət, şücaət, mətbuat, sual, fauna, pauza, sonra xaos, kakao, müəmma, şuar. Bu sözləri əzbərləmək lazımdır, zəhmət olmasa. Yəni, sizdən təvəqqe edirəm. Daha sonra uşaqlar tərkibində deməli bacı oğlu, dayı oğlu, xala oğlu və ayrılmır deməyək, onun tələffüzü necədir? Birinci sözün sonuncu saiti düşür. Bacı oğlu da bacı oğlu yazılır, bacının ısı düşür tələffüzdə. Bac oğlu tələffüz olunur. Yaxşı. Xala oğlu yazılır, xal oğlu tələffüz olunur. Aydın oldu? Nə demək istədim? Bu da belə. Nəyə gördüm, Nigar? Sonra yeni qaydalara görə tərkibində ov, öv, on birləşmələri olan sözlərin heç birində v, n düşmür. Olduğu kimi qalır. Əvvəl düşürdü, istisnalar var idi. Dövr, dövrə, dövran, zövq, sövq, şövq, mövzu, mövcud, mövqe, mövsüm. Yadınıza düşür, ovçu, ovlamaq. Bu sözlərdə, yəni istisna olaraq deyirdi ki, düşmür. Yerdə qalan ov, övlərin hamısında v-lar düşür. Amma indi heç bir dəyişiklik yoxdur. Dovğa yazılır, elə dovğada deyilir. Dovşan yazılır, dovşanda deyilir. Sonra yazılır, sonra da deyilir. İşimiz biraz rahatlaşır, asanlaşır. Düzdürmü? Bu da belə. Yox. Bıcıdığı ilə bağlamışdıq. Yox, bıcıdıqıya hələ heç gəlmədik. Yox, incisi qoşacaq. Sonra əzbərləyək bir dənə bunu da. Firuzə sözü, baxın. Biz bilirik də, məsələn, Samirdən Samirə yaranır, Vüsaldan Vüsalə yaranır. Hə, Firuzdan da Firuzə yaranır. Fü deyil. Fidir, fi. Yaxşı. Sonra çuxurdur, çuxur deyil. Xüdbin deyil, xudbindir. Huridir, hüri deyil. Bunları var burada əzbərləmək lazımdır. Sonra uşaqlar, mən sizə demişəm, fakültə yox, əsl düzgünü fakültədir. O birisi də
fakultativdir. Fakultativ məşğələ məktəblərdə var, dərsdən sonra əlavə məşğələ. Onlar fakultativ məşğələlər hesab olunur. Bəli. İnşallah indi qəbul olanda deyərsən mən filan fakültədə oxuyuram. Bəli. Hələ ki bu günlük bu qədər. Dən zəhmət olmasa onda saxlayaq. Səndən neçə yazım qurban.